Bilmirəm sizdə hava necədir, amma Kaliforniyada hava elədi ki, evdə oturmaq günah sayılır. Dedim yığışın, bu gün piknik sezonu açırıq. Az getdik, üz getdik, dərə-təpə düz getdik və düşünün Google Maps belə yoruldu bizdən. Amma axırı gəlib çıxdıq göl mənzərəli dağın ətəyində bomba bir yerə. Amma bir problem var idi. Günəş yox, sanki lava yağırdı göydən. Dedim dayanın, mən gedim tent alım gəlirəm 5 dəqiqəyə. Əzizlərim, 5 dəqiqəyə gələcəm deyən insanların yalanına inanmayın. 1 saat yarım sonra qaydanda qızım artıq pomidor idi. Nəysə, başladım çababa. Amma bu elə çabab oldu ki, kömür belə mənə baxıb utandı mənim yerimə. Amma mən utanmadım. Qardaş, mən deməmişəm ki, mən çabab ustasıyam. Niyə hamı məndən Michelin səviyyəsində iş gözləyir? Yenə yandırdım bir sözlə. Klassika. Yedik, içdik, biraz özümüzə gəldik. Dedim, gəlin mənzərənin dadını çıxaraq. Balaca qızım özünün filmini, rəqsini göstərdi orada və başa düşdüm ki, artıq vaxtıdır. Dedim, yığışın gedək, yoxsa bu istidə çabab kimi pişəcəyik. Tüstü iyi verə-verə, amma maraqlı bir gün keçirdik və Amerikada bir piknik günü belə keçir. Bu arada videonu bəyən, sonra da səhifəmə keç və son videolara bir göz at. Orada sənin üçün maraqlı bir şey qoymuşam və bir neçə günə bitən bir şans var sənin üçün. İstəyirsənsə mənə Instagramdan yaz, qısa izah edim. Bu da belə, gedim qatıq tapım, qoluma qıçıma yaxım.